Eders platformasının təsis etdiyi və Şantəmimcənin maliyyələşdirdiyi PHP dərslərinə davam edirik. Bu dərslərə edersin.com-dan da sizin üçün əlçatandır. PHP dərslərində bugünkü mövzumuz proqramlamaya artıq belə deyim də yavaş-yavaş başlamışıq. Kodun sintaksini gördük, faylı işə sala bildik. Artıq internetdə olan bir PHP kodunu, veb saytı artıq yükləyib çalışdıra biləcək bir səviyyədə bilirsiniz. Ya da ki, ChatGPT-yə kod yazdırıb bu kodu çalışdıra biləcək səviyyədə PHP bilirsiniz demək olar. İndi nə edirik? İndi bir dənə rekorderə baxım, tamam. İndi PHP-də biz artıq sintaksisi başa düşməyə çalışaq. Tamam. Biz keçən dərs nə dedik? PHP böyükdür işarəsi, sual və PHP sözü ilə başlayan yer PHP kodudur. İndi də bir HTML kodu yazaq. HTML5 kodunu yazıram birbaşa və mənim üçün VS Code buranı avtomatik doldurur. Doctype HTML bu HTML5 istifadə elədiyimi göstərir. HTML dərslərinə də bu arada baxmağınızı tövsiyə edirəm. HTML header tagının başladığını və burada da title başlıq qismindən istifadə olunacağı və artıq body qismi. Body'də mən kodumu H1 tagının arasında yazacağam. Bura bir PHP kodu açıb kod yazmağa başlayıram. PHP-də echo kodu ekrana hər hansı bir məlumatı yazdırmaq üçündür. Sonunda nöqtə vergül qoyuruq və web saytımızdan baxırıq. Gördüyünüz kimi bura dokument oldu və H1 taqı içində yazdığım üçün görüntüsü biraz qara və böyük oldu. Salam dünya yazısını yazdırdıq. Dəyişənləri qeyd etmək üçün dollar işarəsindən istifadə olunur. Burada avtomatik gələn dəyişənlər var. Məsəl üçün get, post bunları irəli səviyyə, təməl səviyyədə yox, irəli səviyyədə görə bilərsiniz. Ancaq hal-hazırda təməl səviyyədə biz ələ aldığımız üçün ad dəyişənini məsəl üçün qeyd edək və adı Ederson olaraq qeyd edək və bura dollar ad dəyişənini yazıram. Gördüyünüz kimi xəta verdi. Xətanın səbəbi də nöqtə vergülü unutmuş olmağımdır. Gördüyünüz kimi Ederson yazıldı. Bu dəyişən tipi biraz maraqsız ola bilər, çünki içində sözləri tutur. Sözlərlə çox bir şey istifadə eləyə bilmədiyimiz üçün maraqsız gələ bilər. Ancaq burada məntiqi bir əməliyyat aparaq. Yaş dəyişənini qeyd edeyim. Azərbaycan hərflərindən yazmamağa diqqət edin. Çünki proqramlamada Azərbaycan hərfləri bəzən istifadə vaxtı problem yarada bilir. Bəzən yox, əksər hallarda. İngilis hərfləri, latin hərfləri daha məsləhətə uyğundur. Mən burada hal-hazırda 2025 çıxılsın. Dollar yaş yazsam, bunun cavabını ekranda görmüş olacağım. 2013. Yəni 12 yaşı olan biri 2013-də dünyaya gəlmiş kimi bir riyazi məntiqidə almış olduq. Dəyişən tipləri bununla qurtarmır. Dəyişən tiplərinin hamısını qeyd edək. Hətta var dump deyə bir funksiyamız var. Bu funksiya bizə ekranda görməyimizə kömək eləyir ki, dəyişənin tipi nədir? Salam, bu formada mı işləyirdi? Gördüyünüz kimi stringdir. 5 elementi var və budur. Mən bunu eyniliklə davam elətdirim. Hamısını yazım. %14 sonra buradan
Tam bunların hər birinin arasında biz əslində echo BR taq istifadə eləməliydik. Bunu istifadə eləməyimizə səbəb hər birində bir sətr aşağı düşməkdir. Dediyimiz kimi kodlar yuxarıdan aşağı oxunur və bunların arasında boşluq olmadığı üçün bu formada görünür. Gördüyünüz kimi birinci dəyişənimiz string, yəni söz. Söz olaraq salam sözünü tutur. İkinci dəyişənimiz integer, yəni rəqəm. 2 rəqəm olaraq 2-ni tutur. Üçüncü dəyişənimiz float, yəni tam ondalıq rəqəm də deyə bilərik, tam rəqəm də deyə bilərik. 3/14-ü tutur. Üçüncü dəyişənimiz array, bu da bir listə tutur içində. Yəni 0-cı elementi Samir məsəl üçün birinci elementi Elşən, ikinci elementi Şəhriyar kimisindən içində dəyişənləri tutur. Biz bunun hər hansı bir dəyişəninə belə deyim, ulaşmaq üçün yazmalı olduğumuz birinci bunu qeyd eləməliyik. List olaraq qeyd edirəm və bərabər dedikdən sonra buna bərabər edirəm. Sonra echo əmri vasitəsilə $listin fiqur 4-bucaq mötərizə 0-cı vahidinə, yəni Samirə. Orada diqqət eləməli olduğunuz şey buradakı sayılanda 0, 1, 0-dan başlayır. Yəni birinci element 0-dır. Run eləsəm gördünüz, burada Samir yazısı çıxdı. Bu belə fikirləşə bilərik. Maillər siyahısı ola bilər, nə bilim, istifadəçilər siyahısı ola bilər. Bizim əlimizə bu şəkildə list olaraq gəlir. Bunun içini oxumaq məcburiyyətində qala bilirik. Dəyişənə hər hansı bir dəyəri qeyd elədiyimizdə, yəni bu identifikatordur. İdentifikatorları qeyd eləyəndə rəqəmlə başlamır. Buna diqqət eləməliyik. İdentifikatorlar adətən hərflə başlayır, amma rəqəmlə qurtarmağı mümkündür. Məsəl üçün list 1 ondan sonra burada elə fərqli qaydalar yoxdur. Nöqtə istifadə eləmirik. Adətən bu formada yazmağınız daha məsləhətdir. Yazım tərzi olaraq oxunurluğu artırmaq üçün dollar, məsəl üçün list user bu formada yazmağınız daha mümkündür. Bu formada yazaraq nə əldə edirsiniz? Daha asan oxuna bilmə. U hərfi böyük olduğunuz üçün artıq buranı birbaşa baxanda user olduğunu başa düşə biləcəyiniz səviyyədə yazmış olursunuz. Dəyişənlərlə bağlı bu qədər. Dəyişənə mənimsətməni izah eləyəsiydim ən son. Dəyişənə bu yaddaşda bir yerdir. Bura bir şey yadda saxlamaq üçün biz bir bərabərdən istifadə edirik. 2 bərabər olub olmadığını yoxlayır. Yəni mütənasibliyi yoxlayır. Yəni list bərabər bu çoxluğa, o deməkdir ki, list adında bir boşluq yarat yaddaşda və bunu orada saxla. Saxlama operatoru, mənimsətmə operatoru bildiyimiz kimi 1 bərabərdir. 2 bərabər, yəni bu artıq sual operatorudur ki, məsəl üçün A bərabərdirmi B-yə, A kiçikdirmi B-dən. Artıq 2 bərabər bunun üçün istifadə olunur. Sonraki dərsdə görüşmək üzrə.